Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəllimə. Bu videoda mən sizin üçün Dövlət İmtahan Mərkəzinin 16 mart 2025-ci il tarixində keçirdiyi sınaq imtahanının suallarının izahını paylaşacağım. Elə isə birinci sualdan başlayaq. Refleks göstəri orta beyindən keçir. Refleks göstəri orta beyindən keçən görməni səmtləşdirən reflekslər, bir də eşitməni səmtləşdirən reflekslər, yəni D bəndi. İkinci sual. Sxemdə eyni növə aid olan populyasiyalar və bunlarda olan fərqlərin yerləşmə istiqamətləri göstərilmişdir. Bu növün hansı populyasiyalar arasında bilavasitə təcridlər daha çox baş verə bilər? Baxırıq ki, T'dən N-ə, H-dan N-ə, məsələn, H-dan R-ə, R-dən də T-yə keçiş var. H-dan T-yə də keçiş var. Amma R-dən N-ə keçiş yoxdur. Deməli, uzun müddət ərzində onlar arasında heç bir münasibət olmasa, yəni keçiş olmasa, bizim onlar arasında təcridlər yaranacaq. Yəni əlamətlər ayrılacaq bir-birindən, təcrid olunacaqlar bir-birindən. Deməli, burada doğru cavabımız olacaq C bəndi. Üçüncü sual. Öküz soyutunun inkişaf ardıcılığı müəyyən edir. Bura deməli yumurta, 6 qarmaqlı sürü, finna və yetkin fərq. D bəndi. Dördüncü suala baxırıq. Burada bir dənə bəzi yerlər silinir. Bura X olmalıydı. Bura B olmalıydı. Burada Y olmalıydı. Müəyyən miqdar qlukozanın parçalanması nəticəsində oksigenli mərhələdə əmələ gələn və qlukoz mərhələsində əmələ gələnlər müəyyənləşdirməliyik. Nəyə əsasən müəyyənləşdirəcəyik? Deməli, oksigenli mərhələdə əmələ gələn ATF molekullarının sayının oksigensiz mərhələdə əmələ gələn ATF molekullarının sayına nisbəti, daha doğrusu fərqi verilib. Biz bilirik ki, 1 mol glukoza parçalandığı zaman oksigenli mərhələdə 36 molekul ATF əmələ gəlir. Oksigensiz mərhələdə isə 2 molekul ATF əmələ gəlir. Demək, bunlar arasındakı fərq 34-dür. 36-dan 2-ni çıxdıq, tapdıq 34. Bəs əgər bunlar arasında fərq 136-dırsa, nə qədər glukoza parçalanıb? 4 mol. İndi baxırıq. Deməli, oksigenli mərhələdə 1 mol glukozanın parçalanması zamanı oksigenli mərhələdə əmələ gələn su molekullarının sayı 42, oksigensiz, yəni glikoliz mərhələsində əmələ gələn su molekullarının sayısı 2-dir. Bunlar arasındakı fərq 40-dır. Bəs 4 mol glukoza parçalananda olacaq 160. Doğru cavabımız olacaq Y bəndi. 5-ci sual. Gözün quruluş elementlərindəndir və bəbəyin arxasında yerləşir. Bulanması katarak xəstəliyinə səbəb olur, söhbət billurdan gedir. 6-cı sual. Uyğunluğu müəyyən edin. Deməli, növdaxili çarpazlaşma nəticəsində alınıb kalmik cersi, qaramal cinsi. Uzaq hibridləşmə nəticəsində alınmayıb, yenə buna kalmik cersi, qaramal cinsinə deyə bilərik. Buğda ilə ayrıqotun uzaq hibridləşməsi nəticəsində alınıb, bir dəqiqə çoxuluyub buğda. 2-yə aid edirik. Sonra nə qalır? Uzaq hibridləşmə nəticəsində alınan heyvan cinsi, bu da besterə aid edirik. Çünki cökə ilə ağ balığın hibridləşməsi nəticəsində alınıb. Deməli, burada doğru cavabımız olacaq A variantı. 7-ci suala baxırıq. Şəkildə verilmiş dən meyvənin hansı hissələri yalnız ananın irsi xüsusiyyətlərini daşıyır? Biz bilirik ki, zigot yumurta hüceyrə və spermin mayalanması nəticəsində əmələ gəlir və zigot da bölünür, çox hüceyrələr rüşeym əmələ gətirir. Deməli, rüşeym həm atanın, həm ananın xüsusiyyətlərini daşıyır. Rüşeym hansı hissələrdən ibarətdir? Kökçük, gövdəsi, tumurcuq, ləpə. Yəni 3, 4, 5 rüşeymin hissələridir. Həm atanın, həm ananın xüsusiyyətlərini daşıyır. 2 burada endospermdir. Endosperm bilirik ki, daha çox ananın xüsusiyyətlərini daşıyır, amma atanın da xüsusiyyətləri var. Çünki mərkəzi hüceyrə ananın xüsusiyyətlərini daşıyır, sperm isə atanın xüsusiyyətlərini daşıyır. Bunların birləşməsi nəticəsində endosperm əmələ gəlir. Amma bizə deyir, yalnız ananın xüsusiyyətlərini daşırsın, ona görə də toxum qabığını, yəni yalnız biri doğru cavab kimi götürəcəyik C bəndi. 8. Şəkildə göstərilən sümük bilavasitə birləşir. Burada kürək sümüyü göstərilib. Kürək sümüyü bilavasitə birləşir. Deməli, körpücük sümüyünə və bazı sümüyünə. 1, 2, doğru cavabımız olacaq D bəndi. 9. Şəklə əsasən qadın cinsiyyət sisteminə aid yanlış mülahizələri müəyyən edin. Deməli, Z bu orqanın divarında ruşeymin xovları əmələ gəlir. Xovları və xovların bir hissəsindən cift əmələ gəlir. Burada Z uşaqlıqdır. Bu yanlış fikirdir. X burada 2 cür xromosom yığımına malik hüceyrələrə rast gəlinə bilər. X burada yumurtalıqdır. Yumurtalıqda bilir ki, qamət əmələ gəlir. Deməli, burada qametlər N, digərləri isə
2N xromosom sayına malik olacaq. Deməli, bu doğru fikirdir. Y bu uşaqlıq borusudur. Burada yumurta hüceyrəyə, spermatozoida, zigota və çox hüceyrəli rüşeymə rast gəlinə bilər. Uşaqlıq borusuna bunların hamısına rast gəlinə bilər. Z burada müvəqqəti daxili sekresiya vəzisi əmələ gələ bilər. Z burada uşaqlıqdır. Uşaqlıqda müvəqqəti daxili sekresiya vəzisi olan cift əmələ gəlir. Doğrudur. Z burada zigot yaranır. Zigot burada yaranmır. Zigot Y-da yaranır. Çünki Y uşaqlıq borusudur. Deməli, burada doğru cavabımız olacaq 1-5, yəni Y variantı. 10-cu sual. Yalnız homozigot genotiplər verilmişdir. Homozigot o deməkdir ki, yəni məsələn, böyük ya, böyük ya eynidir. Deməli, homozigotdur. Kiçik ya, kiçik ya eynidir. Amma böyük ya, kiçik ya olsa bu olacaq heterozigot. Və yaxud da böyük və kiçik B olsa bu olacaq heterozigot. Burada da buna əsasən baxsaq, görəcək ki, Y bəndi yalnız homozigotdur. Məsələn, böyük ya, kiçik B olsa bu da homozigotdur. Yəni, bu homozigot, bu da homozigotdur. Amma burada böyük ya, kiçik B olsaydı, bu heterozigot olduğuna görə götürməyəcəkdik. Deməli, doğru cavabımız olacaq Y bəndi. 11-ci sual. Sxemə əsasən cədvəldə verilmiş X, Y və Z-in düzgün ardıcıllığını yetkin fərd üçün müəyyən edin. Deməli, Y burada yanlış fikir olmalıdır. Z ilə Y isə doğru fikir olmalıdır. Döş qəfəsi bu şəkildə qurbağa göstərilir. Qurbağada döş qəfəsi yoxdur. Deməli, bu doğru, belə deyək, yanlış fikirdir və orada da minus qoyub deyə doğru fikir götürürük. Y-dəki 3 kameralı ürəkdir. Doğrudur. Plus qoyub doğru götürürük. Ürək var, yəni bunlarda. Z deyir, göz qapaqları var. Bəli, bu da doğrudur. Bunu doğru fikir kimi götürürük. Bir doğrudur. Deməli, xarici qulaq yoxdur, o da deyir, yoxdur. Doğru fikir kimi götürürük. Kloka var, o da plus qoyub doğrudur. Döş sümüyü var, plus qoyub doğrudur. Deməli, elə burada doğru cavabımız olacaq. C bəndi. 12. Uyğunluğu müəyyən edin. Şirin su hücrəsində aralıq hüceyrə, yumurta hüceyrə və vəzli hüceyrə uyğunlaşdırmalıyıq. Daxili qatda yerləşir vəzli hüceyrə, həssas hüceyrəyə malikdir. Bu dalayıcı hüceyrələrə aiddir. Burada adı yazılmayıb deyə götürmürük. Həzmdə iştirak edir vəzli hüceyrə, zədələnmiş yeri bərpa edir aralıq hüceyrə, yalançı ayaqlara malikdir. Bu isə yumurta hüceyrəyə aiddir. Deməli, burada doğru cavabımız olacaq B bəndi. 13. Erkək heterogametliyə malik diploid iki evli çiçəkli bitkinin cinsi çoxalması zamanı mərkəzi hüceyrənin mayalanmasında Y xromosomu daşıyan sperm iştirak edərsə, yaranan toxumdan əmələ gələn bitkidə, deməli, Y xromosomu iştirak edirsə, deməli, bu bitki, erkək bitki əmələ gələcək. Erkək bitki əmələ gəlirsə, təbii ki, bu iki cinsi ola bilməyəcəkdir. Çünki yalnız erkək əmələ gəlir axı. Ona görə və bu iki evli bir bitki olduğu üçün də iki cinsli çiçəklər olur. Bu səhvdir. Rüşeym kisəsi formalaşır, öz-özünə tozlanır və tozcuq borusu əmələ gəlir. Bu da dişi bitkiyə aiddir. Ona görə də tozcuq dənəsinin əmələ gəlməsi erkək bitkiyə aid olduğu üçün bunu doğru fikir kimi götürürük. 14. Uyğunluğu müəyyən edin. Deməli, döş boşluğunda yerləşir. Timoz bioloji saat rolunu oynayır. Epiviz belə miksodema xəstəliyi yaradır, qalxana bənzər vəziyyət, belə deyək də, çatışmazlığı, hormonların çatışmazlığı zamanı. Doğru cavab olacaq A bəndi. Sonra 15-ci sual. Deməli, birə milçək, çərkə, göyün, bit, bu sıraya müvafiq olan həşəratların hərəkət orqanlarının sayının dəyişməsinin ifadəsini müəyyən edin. Deməli, birədə 6 ayaq var, qanad yoxdur. Deməli, burada hərəkət orqanlarının sayı olacaq 6 dənə. Milçəkdə 6 ayaq, 2 qanad var, 8 dənə. Çərkədə 6 ayaq, 4 qanad, 10 dənə. Göyündə 6 ayaq, 2 qanad, 8 dənə. Bitdə 6 ayaq və qanad da yoxdur, 6 dənə. Deməli, artdı, sonra da azala getdi. Deməli, doğru cavabımız olacaq A bəndi. 16. Hansıların meyvəsində toxumlar arı kəsmə üzərində yerləşməsəydi, yer fındığı meyvələrinə oxşayardı. Biz bilirik ki, paxla meyvə ilə bulus meyvə bir-birinə oxşuyur. Amma paxla meyvədə arı kəsmənin üzərində yerləşmir, bulus meyvədə arı kəsmənin üzərində yerləşir. Yer fındığı da paxla meyvə olduğuna görə yerləşməsəydi, yer fındığına oxşuyursa, deməli, bulus meyvə aid olanlar götürməliyik. Yəni, kələm, xardal və quduz otu. Deməli, doğru cavabımız olacaq B bəndi. 17. İnsan orqanizmində bir-iki prosesləri harada baş verə bilər? Bir ziralların parçalanıb amino tuşları əmələ gətirməsidir. Bu, məsələn, burada mədədə baş verə bilər.
Hamı turşuların birləşib zülallar əmələ gətirməsi isə ribosomda baş verə bilər. Doğru cavabımız Y bəndi. 18. Deməli, cədvələ görə ilk dəfə hansı bir qrupunda bütün növ vegetativ orqanlara rast gəlinmişdir. Burada da göstərilməyib, amma birinci yosundur, ikinci mamırdır, üçüncü burada qıcıdır. Bilirik ki, mamırlarda vegetativ orqanlardan gövdə və yarpaq var, amma qıcıçimlərdə kök də əmələ gəlib. Deməli, 3 növ vegetativ orqanın üçündə rast gəlinir. Yəni, burada üçüncü. Burada üçüncü nə yazılıbsa, onu doğru cavab kimi götürməliyiz. 19. Membranlı orqanoidləri olmayan canlılarla bağlı verilən ifadələrdən hansılar doğru deyil? Membranlı orqanoid olmayan bakteriyalardır. Translyasiya prosesinə rast gəlinmir. Bu yanlışdır. Translyasiya zülalların biosintezinə aiddir. Onlarda rast gəlinir. Özlərinə məxsus zülal sintez edirlər. Bir doğrudur. Nümayəndələri, bir yanlış fikirdir. Yəni, rast gəlinir olmalıdır. Yanlış fikirdir deyə biri doğru fikir kimi doğru deyil kimi götürürük. Bizdən də doğru olmadığını soruşduğu üçün biri götürürük. Nümayəndələri bir hüceyrəlidir, düzdür. Əksər nümayəndələri saprofitdir, düzdür. Prosent nümayəndələri yalnız günəş enerjisindən istifadə edir. Prosentlər bilir ki, özləri üzv maddə hazırlayanlardır. Bakteriyalarda da fototrof və hemotrof qidalanma var. Fototrof qidalananlar günəş enerjisindən istifadə edir. Hemotrof qidalananlar isə günəş enerjisindən istifadə eləmir. Ona görə yalnız günəş enerjisindən istifadə edir deyirsə, bu yanlışdır. Plazmitlərə malik nümayəndələr var, bu da doğrudur. Deməli, burada doğru cavabımız olacaq 1-4 C bəndi. 20-ci suala baxırıq. Qırmızı yosunlarda olmur. Deməli, translyasiya, xromatofor transpirasiya, yəni transpirasiya suyun buxarlanması translyasiyada zülalların biosintezinə aiddir. Nəsil növbələşməsi ola bilər. Nəsil növbələşməsi bilirik ki, qırmızı yosunlardan porfiriya da var, qonur yosunlardan laminariya da var. Deməli, qırmızı yosunlarda ola bilər, amma sap şəkilli talum yaşıl yosunlarda olur. Deməli, burada doğru cavabımız olacaq A bəndi. 21. İnsan orqanizmində qanın damarlarda hansı keçidləri mümkündür? Bilirik ki, bütün orqanlarda qan arteriya, kapillər, vena istiqamətində hərəkət edir. Bəzi istisna orqanlarda, məsələn, qaraciyərdə həm də vena kapillər, vena istiqamətində hərəkət edilə bilər. Amma deməli, böyrəklərdə isə arteriya, kapillər, arteriya istiqamətində hərəkət edilə bilər. Deməli, 2 ilə 3 ola bilər, amma vena, kapillər, vena istiqamətində hərəkət edən orqan yoxdur. Deməli, burada da yəqin ki, B bəndi olacaq, orada silinir. 22-ci sual, uyğunluğu müəyyən edin. Bədən temperaturu ətraf mühitdən asılıdır, inkişafı düznədir. Bu sürünənləri götürə bilərik. Deməli, C, kərtənkələ. 1C, bədən temperaturu ətraf mühitdən asılıdır, inkişafı dolayıdır. Bu da suda qurda yaşayanları, yəni aynen yeni götürə bilərik. Bədən temperaturu ətraf mühitdən asılı deyil, inkişafı düznədir. Bu da quşlarla məməliləri götürə bilərik. Deməli, burada doğru cavabımız olacaq A bəndi. 23. İnsanda ürəyin 0,4 saniyə tsikl şəraitində 100 nəbz vurğusu baş verib. Bu zaman müddətində ürək siklinin 3-cü fazasına sərf olunan vaxt, 2-ci fazasına sərf olunan vaxtda 2 saniyə çox olar. Deməli, sikl bərabərdir, zaman böl vurğu üstündən hesablayırıq. Deməli, zaman bərabərdir, sikl vur vurğu. Sikl 0,4, vurğu 100, deməli 40 saniyə. İndi burada baxırıq. Bu zaman müddətində ürək siklinin 3-cü fazasına sərf olunan vaxt, 2-ci fazasına sərf olunan vaxtdan neçə saniyə çox olar. Deməli, ürək sikli 0,4 saniyədir. Ürək sikli 0,4 saniyə olduğu zaman birinci fazaya sərf olunan vaxt olacaq 0,5 saniyə. İkinci fazaya sərf olunan vaxt olacaq 0,15 saniyə. Üçüncü fazaya sərf olunan vaxt olacaq 0,2 saniyə. Deməli, 0,4 saniyə ərzində üçüncü fazaya sərf olunan vaxt, ikinci fazaya sərf olunan vaxtdan 0,5 saniyə çoxdursa, 40 saniyədə də x də bərabərdir. 40-ı vururuq 0,5-ə, bölürük 0,4-ə. O da edir 50. Sonra 24. İstiqanlı heyvanlar üçün hansılar ortaq xüsusiyyət sayıla bilər? Deməli, istiqanlı heyvanlar bilirik ki, quşlar və məməlilərdir. Buna əsasən baxırıq. Zigotun tam parçalanması ortaq xüsusiyyət deyil. Postembryonal inkişafın düzünü olması bu ortaq xüsusiyyətdir. Yönəltici cisimciklərdə Y cinsi xromosomun olması bu
Genelde bu dişi heterogametlik olanlardadır. Deməli bu da aid deyil. Üçüncü göz qapağının olması. Üçüncü göz qapağı quşlarda var, amma məməlilərdə reduksiya uğrayıb və bu da ortaq xüsusiyyət deyil. Daxili skeletə malik olması ortaq xüsusiyyətdir. Mezozoik erasında əmələ gəlmələr ortaq xüsusiyyətdir. Yəni 2, deməli 2, 5, 6, 25. Bitkinin kökünün hansı hissələrində kök təzyiqi ola bilər? Su harda sorulur? Sorucu zonunda sorulub, ötürücü zonaya ötürülür. Deməli 4, 1 və 4. 26. Hepatit C virusu. Bilinir ki, hepatit C virusu RNT tərkibli viruslara aiddir. Lipid qatına malikdir. Doğrudur. Sonra qaraciyər hüceyrələr nekrozuna səbəb olur və sarılığa əmələ gətirir. Doğrudur. İnsana qanla və cinsi yolla yoluxa bilir. Doğrudur. Deməli 2, 4 və 6. 27. Uyğunluğu müəyyən edin. Taxıllarda parazitlik edir. Bir hüceyrəli çox nüvəlidir. Meyvə cismi çox illikdir. Deməli, taxıllarda parazitlik edir. 1-ə yazırıq A, B. Bir hüceyrəli çox nüvəlidir. 2-yə yazırıq C. Meyvə cismi çox illikdir. 3-ə də yazırıq D. 1, 2, 3. Və situasiya sualına baxırıq. Nəvə babasının bağda albalı ağaclarını calaq etməsinə maraqa seyr edirdi. Bunu görən baba nəvəsinə calağın necə ediləcəyini görərək izah etməyə başlayır. O, bu çoxalma formasının kənd təsərrüfatında bol məhsul əldə edilməsinə və dekorativ bitkilərin artırılmasına istifadə olunduğunu qeyd etdi. Daha sonra baba digər calaq üsullar haqqında da nəvəsinə məlumat verdi. Şəkildə göstərilmiş A, B və C-nin nə olduğunu və babanın etdiyi bu calağın hansı calaq üsuluna aid olduğunu müəyyən edib yazın. Deməli, A burada anac ola bilər, B qələm ola bilər, C də calaq üstü ola bilər, desin o ağ hissəni göstərir. Və deyir ki, birinci burada yarma calaqdır, ikinci sadə calaqdır. 29-cu sualı bilmədiyim üçün onu bilməm hansı sualdır, izah edə bilməyəcəm. 30-cu sualı babanın nəvəsinə öyrətdiyi calaq çoxalma forması ilə ciliklə çoxalmanın 3 fərqli xüsusiyyətini qeyd edir. Deməli, calaqla çoxalma zamanı 2 fərd iştirak edir. Ciliklə çoxalma zamanı 1 fərd iştirak edir. Calaqla çoxalma zamanı müxtəliflik müşahidə oluna bilər. Çünki həm atanın, həm ananın xüsusiyyətlərini daşıyır. Amma ciliklə çoxalma zamanı yalnız atanın xüsusiyyətini daşıyır. Elə onu da deyə bilərik ki, calaqla çoxalma zamanı həm atanın, həm ananın xüsusiyyətini daşıyır. Amma ciliklə çoxalma zamanı isə yalnız ananın xüsusiyyətini daşıyır. Yəni, bunu da fərqli xüsusiyyət kimi qeyd edə bilərik. İzah bu qədər. Hər birinizə uğurlar. Sağ olun.